Salam dostlar, bugün sizlərlə bərabər edəcəyik Strategy Definite Edition'da Misirli olan serimizin davamını çəkirik. Bəli, demişdim 6 baxış sonra video gələcək, amma gördüm ki uzun keçdi və heç bir şey olmadı. Ona görə mən də bu serinin davamını çəkməyə qərarını aldım. Yəni davam eləyim, bəlkə sonra tutar. Son dəfə Sudanı tamamilə almışdıq. Və əgər bu serini də xoşlamırsınızsa, yeni seri fikirləriniz varsa da yorumlara yazmağa, yaddan şərhlərə yazmağa yaddan çıxartmayın. Və Nil nəhrini tamamilə bizə aid eləməyə çalışacağıq bu bölümdə. Yəni bunu hədəfləyəcəyik. Hədəflərimizi satdıq. Hədəf 2. Afrikanı ələ təbii ki də yox. Cəzair ələ keçirmək, Fas, Portegiz. Yəni bu gördüyünüz bu şimali hissəni ələ keçirməyə çalışmaq. Suudi Ərəbistan, Sırbistan kimi dövlətləri də ələ keçirəcək. Birinci harda irəliləyəcək? Məncə birinci Afrikada irəliləyək. Yəni Afrikada irəliləyib qabağa getmək, yəni daha yaxşıdır məncə. 7 milyon pul istəyir bizdən. Biz hardasa bunu 4.5 milyon etsək, bəs elədimi? Bəs eləmədi, yaxşı. Biz bunu bam belə çaxaq, baxaq bəs elədimi? Yəni bir dəqiqə bir danca da çaxdıq, bəs elədi. Tamam, amma biz bir dənə bunları da Suriya yazımızı da əldən çıxardaq. Nə deyim, Litvanya çıxdı vecmək. Bu arada buna bizim içimizdən keçərik. Biraz rahat danışdıqda orada basmaq istəmirəm. Yəni nüfusu xərcləmək istəmirəm. Həqiqətən. Bu arada aşağılara da yenə bilərik. Nüfusa görə Etiopiya, Yemen kimi dövlətləri də ələ keçirə bilərik nüfus baxımından. Məncə eləyək, yəni aşağı gedək, yuxarı getməyək. Bu dəfə aşağıya gedək. Yox, biz yuxarını həll eləyək. Sonra aşağı, yox, bu gün aşağı. Əgər necə eləyək, necə seçək? Gözdə qərar verim gəldim. Azərbaycan dövləti dünya 50-sindən aşağı yerdədirsə, aşağını, dünya 50-sindən yuxarı yerdədirsə, yuxarını ələ keçirəcəyik. Baxmadım bu arada, həqiqətən. Aşağını ələ keçirik. Bu arada vallah baxmamışam, yəni. Sonra gəlməyim mən üstümə. FETÖ-cü metodu deyərsiniz. Mən FETÖ-cü nə demək, atdım da ortalığı. Nə qədər şu müttəfiqi də yoxdur, çox mükəmməl bir vaxtda zamanlama ilandı. Və biz belə eləyəcəyik. Ordu. Birbaşa ordu bas desək olmur, hə? Nəsə biz toplu asker alımı ilə işi həll eləyərik. Toplu asker alımı da çox ordu basır. Bu qədər də nüfusumun içini eləmək istəmirəm. Biraz nüfus qalsın ki, lazım olur yəni birincilik yerində yarışanda falan. Sonra nüfus axtarırıq. Yerdən göydən nüfus axtarırıq. Çətin işlərdir. Məsələn, mən özüm də arada Age of Stories'da oynayıram da. Uganda ilə oynadım. Bir dənə nüfus var adamda. Yəni nüfus çətinliyi çəkmirəm mən. Mən nüfusu xərcləməmək üçün o qədər qorudum ki özümü. Qorxdum ya mən bu nüfus nədir? Yəni bu nüfus gedər deyə çox qorxdum. Yəni Afrika dövlətlərinə oynamaq həqiqətən biraz maraqlı ola bilər. Bu da nəyə görə dedim? Yəni bu da dediyim kimi nüfus açısından yəni problemin olmur. Yəni düz deyil, onsuz da torpaq ələ keçirsən də bir müddətdən sonra problemin olmur, amma o deyil də, yəni o başlayan kimi bir torpaqdan 200 mini basa bilmək, yəni pulun olandan sonra deyirəm, yəni əlbəttə ki. O deyil də, yəni o hissi vermir də, yəni o bambaşqa bir hissdir. Bura bütün orduları yığaq. Bu arada bizim nə qədər ordumuz var? Biraz da sözləşmələr əskə. 5 milyon 700 min. Çox bir şey də deyil, çox az bir şey də deyil. Araşdırma olaraq 92-79, 94-82. Biraz araşdırma eləyək. Belə bir dənə eləyək. Yəni araşdırma eləyək 10 milyona, ondan sonra 10-15 milyona hətta. Ondan sonra gəlişmə yatırımları eləyək. Ondan sonra Etiopiyanı ələ keçirək. Ondan sonra fikirlərimdə bilmirəm nələr var fikirlərimdə. Yəni deyin də kaş canlı yayın aça bilsəydim. Çox zor şeydir canlı yayını. Aça bilmirəm. Bilmirəm. İyə bilmirəm. 94-79 bizim savunma becərilərimiz belə eləyəndə. Bir dəqiqə. Səndə 203 min pullardan var. Anladım. Mən sənə savaş elan etsəm. Anladım.
Daha gözlərimizi bağlayardı zəhmət olmasa. Bağladınız gözlərinizi. Dost aydı. Adamlar bizə dost mədəniyyəti eləyiblər. Seviblər, bağırlarına basıblar. Getdik döyüş elan elədik. Tüh. Neyse dostlar, gözlərinizi açdınız və birdən gördünüz Türkiyə bizə döyüş elan eləyib. Yəni heç nə olmaz olan bir şeydir. Gözləmirdik. 6.8 milyon ordumu için elədilər. Problem yoxdur. Qəbul eləyə bilərəm. Bağışla. Kıbrıs'a girmək istəyərdim, amma böyük balıq xoşlayıram. Atom bombasını eləməkdə yadımızdan çıxdı. Bu 5 milyon orada hardan getdi? Soruşa bilərəm. 5 milyonluq ordu. Anladım. Bizdə liman deyən bir şey yox imiş. Üzr istəyirəm artıq dərəcədən. Və biz atomlandıq. Ekonomimizin içini elədilər. Yəni 8-dən 9-a düşdük. Anlayıram. Problem yoxdur. Sadəcə buradakı ekonomiləri itirsək, babatda biz yana düşəcəyik. Anlayıram. Neyse problem var. Kanda. Yəni mənim üçün burada böyük bir problem yoxdur. Uzaq başı içimizdən gedəcəklər. Neyə deyim? Kaş ki döyüş elan eləməsəydi. Şərəfimiz harda qaldı? Harda qaldı, Aycan. Yəni burada bir aksiyon qatmaq istədim. Və bilmirəm biz savunma döyüşü mü eləyək, nə döyüş eləyək, salamatlıq mı döyüş eləyək. Girəcəm yəni mən. Girin. Gözləməyə bir vaxtımız yoxdur yəni. Gözləsək bəlkə də ziyanımız olacaq. Bir dəqiqə ordu. Dayan. Yerimizdə. Sən gir. Sən girmə. Boş. Sən neyniyəcəksən? Bəli dostlar, arxadan da gəlir. Burada mən bir şey fikir verdim. Bosna və Herseqovina biz itirsək, bir dəqiqə. Bizim buradan 2 milyonla hardasa ekonomimiz gedir. Türkiyə buraları itirsə, heç 1 milyon da ekonomisi getmir. Yəni bizim zəif tərəfimiz bu dəqiqə budur. Biz bu dəqiqə buna çarə tapmalıyıq. Və buradan 19 min ordu gəldiyini görmüşəm, narahat olmayın. Bunu bura çəkəcəm. Bunu bura çəkəcəm. Bunu bura. Bunu da bura çəkəcəm. Biraz davam eləyə görə. Yəni oranı itirməyimiz, Bosna və Herseqovina itirməyimiz çox pis oldu. Nə qədər qoyundu da bu Sırbistandır, Cənubi Kıbrısdır, Mıbrısdır. Qoyundular. Nə qədər. Bunu da bura göndər. Bura. Yani 105 milyon ordum bura gönder. 123 milyon euro gönderme bura gönder. 1 milyon ordunu bura gönder. Bu 1 milyonuymuş. Ben de 103 milyon fikirləşdim. Problem yoktur. Sırbistan'daki o boş yeməyə girirsən, sonra da qonaqlar qıraqdan belə pis baxır. Sırbistan sən öz torpaqlarını sağlam yandıra bilmirsən. Gəlib mən niyə zəiflətdiyim adama görürsən? Sən nə şərəfli adamlardan deyilsən. Adam dedim. Boş verin, buranı kəsəcəm. Öz torpaqlarını da itirirəm. Nə işimə mane olursan axı? Zehləm gedir biri dövlətlərdən istəməsə də döyüş elan eləyəcəm. Məsələn də döyüş elan edəcəm. Nifrət eləyirəm mən sən kimi dövlət. Barış müzakirəsində mən buraları alamıram. Niyə? Sənə görə. İstanbul bizimdir. Konstantinopola yaxşı baxacam. Antalya zadda bütün dəyərli torpaqlar götürdü yezni. Sən sifət bu. Bütün bura İzmir hamısı bizim olmalıdır. Bura niyə alamıram? Üst hissəni alaq da. Türkiyənin şu üst hissəsi də çox xoşuma gəlir. Alt hissəsi də. Böyle cındık alacam buradan. Sağ. Saxla. Yəni
Yəni bir dəqiqə Sırbistanın içindən keçmək istəyirəm. Leş atmaq istəmirəm ona. Belə eləyəcəm bax. Hardadır o? Gönüllü ordu göndər. Yo 990 mində yox. Burada yığım orduları. 300 min zadı, 10 min zadı. Nə qədər çıxır? 400 min. Bölgə. Gönüllü asker göndər. Buradan. Ordu yoxdur buralarda. Verdim ordunu. 896 mini də verək. Yəni istəmirəm uduzsun. Heç cür istəmirəm. Bir dəqiqə gönüllü ordu göndər. 896 min. Bura bir də göndərirəm bütün orduları. Yox. İntikam alınacaq babuş. Yəni biz də belə adamlar deyilik. Bizim istemediğimiz şekilde ilerleyen her şeye karşıyıq. Xoşunuza gəlmədi mi? Çıxaq da vetimizə ki. Və bəli, buraları orada yerləşdirmək yadımdan çıxdı. Ne eləyəcəyik? Belə bir şey eləyəcəyik. 3, 2, 1. Bir dəqiqə, təzdən. 3, 2, 1, 0, 1, 2, 3. Bir yaxın nəsə qarışıqlıq oldu. Çox üzrlər istəyirəm. Sizin də başınızı qatdıq. Yəni, narahat olmayın abi. Yəni, üzrümü buradan çox üzrümü istəyim. Və buralara da orada göndərək. Bu qədər. Problem yoxdur. Azda işlərindən keçəcəyimizə görə. Bilirdim belə bir şeylərin olacaq, yəni. Yox eləyəcəyimizdən əmin ola bilərsiniz. Nə qədər əminliyi verə bilərəm, istədiyiniz qədər. Ordularım yerləşdi. Yəni biz də raconu belə kəsirik. Xoşumuza gəlməyənin içindən keçirik. Qısacası xoşumuza gəlmədi mi? Gözümüzə dəymədiniz mi? İstəyimizi geri mi çevirdiniz? Çox böyük səhv eləmisiniz. Bir anlıq çətin gəlir. Bu arada bura Liberiya torpağıymış. Yəni what's your name? My name is Mısır. Yəni
Sən necə ora getdin? Sənin oranla nə əlaqən var? Çox yaxşı bir şəkildə öyrənmək istəyərdim, amma çox da vecimə də deyil. Ona görə Allah xoşbəxt versin. Ümid edirəm ki, o torpaqlara qala bilməzsən. Çıxardarlar tez bazar səni. Və biz də intikamını alırıq Türkiyə. Türkiyə. İntikam. Başlığa da qoyacağım. Türkiyəni əzdik, Türkiyənin intikamını aldıq. Bu da belə bir baba piroloq olsun. Yəni, yox, yazacağım Türkiyənin intikamını aldıq. Amma videoda nələr olduğunu özünüz çox yaxşı bir şəkildə görün. Bu dəqiqə. Və tadam! Xoşumuza gəlmədi şəkli şəmalımız. Biz də yox eləməyə qərarında aldıq. Xoşunuza gəlmədi mi? Çox devəcimizə ki. Bəli. Çox danışdıq, bəsdir artıq. Və orduları yığaq bura. Karyera. Dana burada musiqi partlatmaq istəyirdim. Prosta musiqiləri videoların heç biri izləmədiyinə görə. Böyük ehtimalla təlif də yemədi, amma nəsə olduğunu fikirləşdiyimə görə. Heç bir şey eləməyəcəm və nə? Puldan çox nə var? Hələ götür. Net problem. Ödəməsən də olar. Cebə qoyarsan. $1000 nə də olar? Ay canav. Bu iddi. 5.3 milyon oldu. Biz bu yox da. Biz Misir dövlətiyik. Dünya içindən deyil. Dünya və mənəvi içindən keçərik. Bir dənə bu Suriyəni daradan çıxartdıq mı? Bomba kimi. Bu arada istəyirsə Türkiyəni vasalımız eləyib bütün torpaqları Türkiyəyə verə bilərəm. Biraz da savunmaya verəydi. İçimizdən keçməsinlər sayısam. Bir dənə qəşəng musiqi qoymaq istəyərdim burada. Xoşumuza gəlmir. Yəni sənin burada olmağın xoşumuza gəlmir. Niyə biz sənə döyüş elan eləyirik? Çünki biz normal döyüş elan eləyən adamlardanıq. Xoşumuza gəlməyən ölkənin içindən keçən adamlardanıq. Səni bir dənə ortalıqda 2 dəqiqəyə paramparça eləyək. Bu arada heç Avropaya zada baxmırıq. Çox da vecimizə də deyil düzdür. Məssalam, Suriya ilə Litvaniya gəlib səni də alaram. Başa üstündə özüm də baxış atarsan o bəs eləyərik. Sən də onlardan olmasan. Çox da özü şişirmə. Kareroya ordularımızı yığaq. Nə qədər ordumuz qaldı baxaq. 4.1 milyondan girmişdik. Yəni biraz içimizdən keçiblər deyə bilərik. Bizim üçün problem yoxdur. Çünki biz dünya 7-ci yazılıbdı orada. O yəni nə deyir bu? Başa düşə bilmirəm. Nə deyir? Yəni nə demək istəyir? Mən onu başa düşə bilmirəm. Mən bir dənə onu baş salsanız, izah eləsəniz çox gözəl olardı. Başa düşə bilmirəm nə demək istəyir. Yəni ona görə çətinlik çəkirəm. Başa düşsəm nə demək istəyir? Kömək eləməyə çalışaram da, başa düşmürəm nə demək istəyir. Yəni mən xoşuma gəlmədi. Yəni sənin məndən ticarət eləməyə xoşuma gəlmədi. Niyə mi döyüş elan eləyirəm? Xoşuma gəlmir ona görə. Yəni sualın varmı? Sözüm var. Oy, yəni hə. Sualın varmı? Sözün varmı? Nəsə demək istəyirsən gəl hər meydanına. Yəni göstərək də nəsə demək istəyirsənmi, istəmirsənmi? Başa üstündə özündə. Başa düşdün də yəni. Başa düşdün? Yəni qısaca. No signal. Mən də elə fikirləşmişdim. Yəni qısaca pul lazımdır bu dəqiqə. Yəni bizə ticarət tələb eləyən ölkələrin sonunun nə olduğunu gördüm və yenə də ticarət eləmə tələbində bulunduq və cəsarət və ayaqda alqışlayıram. Alqışlamaq bəs eləmirdi. İsrail də bizim oldu. Belə bir şey eləyək. Biz indi İsraildən, mən əslində qalsa Azərbaycanlı olaraq İsrailləri dost olaraq görürəm. Sağ olsunlar, bizə qəşəng ticarət edirlər. Amma oynadığımız Misirdir və Misir reypəs elədiyimizə görə İsrail xoşumuza gəlmirdi, eləmi? Yəni zəhləm gedir də Misirin İsrailinə. Bir vasal sərbəst buraxırıq. İsrail adında.
Başkentini ən zəif yerə eləyirəm. Buraxıram. Gəlirəm bura. Neçə konus? 1.1. Saxta bir şey deyilmiş. Bir dəqiqə. Vassal vergi hardadır? Vassal vergi. Fullə. Bağla. 2.7 milyon. Sar bunun ətrafına. Bir dənə çıqqı elədi. Həll edərsiniz. Yəni. Başa yəni vergi altında əziləcəklər. Ağlayacaqlar. Öləcəklər. Vicimizdə də olmayacaq. Bura biraz çox ordu göndərək. Və neynəyəcək indi? Baxın. İndi burada ihmal kampları inşa eləyəcək. Və İsrail əziləcək. Deyirlər o. Əlbəttə ki. Bağışda İsrail bu arada. Yəni rep eləyirəm. Xahiş edirəm. Gəlmin üstümə BMT. Səhər oynanda görmək istəmirəm. Fikirləşsən səhər durursan qapatsın. Əfrən, qafnət. Açmasın qınacaq. Səhər durursan. Salamayım, sikimsiz, neyəm? Əfrən, əllər bağlar. Şey. Səhər belə şeylər olmasını istəmirəm. Bəli, gələk İsraili əzirik. Müttəfiqsən olma, yəni. Hansı da vasalımsın, sən kim müttəfiq alacaq? Sən rəngi bir İsrail rəngi eləyək də. Mavi eləyək. Amma yəni də başa düşdün. Uzaqdan baxanda İsrail görsən, bizim əhatəmiz altında olan hər dövlət heç bir şey söz tapa bilmədim. Zəhmət olmasa mən aydınladım. Neynəyəcəyik indi? 2 dəqiqəmiz qalıb. 1 dəqiqəmiz qalıb. Son 1 dəqiqədə belə bir şey eləmək istəyirəm. Oyunu saxlatmaq istəyirəm. Və zarafatına belə bir şey eləmək istəyirəm. Bir dəqiqə. Bir dəqiqə zahmet olmasa. Hardadır? Bir dəqiqə tapın, mən gəlim. Burada yəni zarafat elədim. Zarafatına Gürcüstana döyüş eləmək istəyirəm. Gürcüstan çox güclü dövlətdir. Belə. Mən orduları yığım. Tez qoyum onun sınırına gəlim. Speedrun başlasın. Tez. Bir dəqiqə, kimlə müttəfiq idi o? Çox da vecimə deyir. Tez ol, 30 saniyə mən bunu almalıyam. Tez, bilmirəm. Əlimə ayağıma girdi. Yox. Əlimə ayağıma girdi. 30 saniyə almalıyam mən sənə. 6 saniyə almalıyam. Video qutarır. Al. Aldı.